27 yanvar Ermənistanda vətən uğrunda həlak olan döyüşçülərin anım günü elan edilib. Ermənistan parlamentində bununla bağlı müzakirələrdə mübahisə yaransa da, sonda qərar 69 deputat lehinə, 15 deputat əleyhinə olmaqla qəbul edilib. Bir sıra deputatlar təklif edirdilər ki, anım günü sentyabrın 13-ü olsun. Onların iddiasına görə 2022-ci il sentyabrın 13-14-də Azərbaycan ordusu Ermənistan ərazisinə girib və ərazilər işğal edib. Azərbaycan isə Ermənistan ərazisini işğal etmədiyini, sərhəd bölgələrində öz mövqelərini bərpa etdiyini bildirir. Bəzi müxalifətçilər hesab edirdi ki, anım günü 44 günlük müharibə və ondan sonraki hadisələrlə əlaqəli olmalıdır. 13 sentyabrın seçilməsinə parlamentin sədr müavini hakim partiyadan olan Ruben Rubenyan da etiraz edirdi. Onun fikrincə, anım gününü konkret günə bağlamaq düzgün deyil. Bu, bütün konfliktlərdə həlak olanları əhatə etməlidir. Vitse-spiker 28 yanvar ordu günündən öncə belə bir anım gününün təsis edilməsini daha uyğun sayırdı. Beləliklə, Ermənistanda dalbadal 2 qeyri-iş günü olacaq. Əvvəlcə biz vətəni müdafiə edənlərin xatirəsini yad eləyəcəyik, ertəsi günsə sarsılmaz iradənin simvolu olan orduya ehtiram göstərəcəyik, deyə Rubenyan bildirib.